O adam ki, başqalarının eybinə baxır, qınıyır. Özündə də var, amma razıdır. Əsl axmaq bu adamdır. Açıq-aşkar deyir əleyhissalam. Axmaq adamdır. Ondan bundan danışır. Hamısı da bunun özündə var. Bu axmaq adamdır. Mən fərli adamım. Həmən şey məndə də var. Elə ağız dolusu kimisə qınıyıram, buna nə desə axmaqdır da bu. Axmağın adı üstündədir. Bu gözləntilər bizim evimizi yıxır. O mənə belə eləməlidir, o niyə eləmədi, bu niyə belə eləmədi falan. Bütün günü bu işlərlə məşğuluq, küsürük, inciyirik, dalaşırıq. Özümüzü pis hala qoyuruq. Adamlardan gözləntin olmasın. Bir dəfəmlik. Heç kəs sənə borclu deyil. Eləsə atasına rəhmət, eləməsə özü bilər. Sən, yox mən ona eləmişəm, eləmişsən, Allah üçün eləmişsən. Mükafatı Allah verəcək. Gözləntin özündən olsun. Heç kəsdən yox. Zirəng adam özündən çox gözləntisi olan, başqalarından gözləntisi olmayan adamdır. Özüm eyibli ola, nöqsanlı ola, cəmaatın nöqsanına elə irad tuturuq hərdən ki. Belə özümüz məhsuqdur. Falan kəs